Salamlayıram sizi və bugünkü dərsdə biz formalarla işləyəcəyik. Əvvəlcə bu cədvəl əsasında bir forma yaradacağıq. Sonra isə formanın dizaynını bir balaca dəyişəcəyik ki, cəlbedici olsun. Gəl əvvəlcə bu cədvəli açaq, görək məlumat var, yoxdur. 3 dənə məlumatımız var. Gəl istəyirsə onları da silək, təmiz olsun cədvəl. Artıq cədvəlimiz təmizdir. Yəni bu ulduz işarəsi göstərir ki, bu sətirdən nəsə daxil edə bilərsiniz. Amma ki, hal-hazırda bazada heç nə yoxdur. Gəl cədvələ bağlayaq. İndi bu cədvəl əsasında forma yaradırıq. Keçirik Создание Create tabına və buradan Master Form, yəni formaların ustası əmrini seçirik. Belə bir pəncərə açılır. Создание Form, yəni formanın yaradılması və birinci qrafada sizdə olan bütün cədvəllər və sorğular, gələcəkdə sorğuları da girəcək, görsənəcək. Hal-hazırda cəmi bir dənə cədvəlimiz var. Ona görə həmin cədvəli burada görsənir. Əgər cədvəllər çox olsa, buradan 3 bucağı basırsınız və lazım olan cədvəli seçirsiniz. Bu bölmədə bu cədvəldə olan bütün xanalar yerləşir. Əgər bütün xanaları bura keçirmək istəyirsinizsə, onun ilə bu düymədən istifadə edirsiniz. Dala qaytarmaq istəyirsiniz bu düymədən. Yox, əgər müəyyən bir xanaları bura köçürmək istəyirsinizsə, belə tutalım ki, birinci 3 xananı köçürmək istəyirsiniz, onu da bundan belə 3 dəfə basmaq olur. Yaxud hamısını keçirirsiniz bura və buradan bu ikisini deyək ki, dala qaytarırsınız. 3'ü qalır burada. Hal-hazırda bizdə bütün xanalar lazım olacaq. Keçirdik sağ tərəfə, elə bir seçirik və burada xarici görünüş lazımdır seçmək forma üçün. Bir sütundan lentalı, cədvəlli, yaxud belə vırvınınlık. Yəni Azərbaycan ilə tərcümə eləsək, belə olacaq, hizalanmış forma. Hələlik lenti seçirik, belə. Basırıq dali və burada formaya ad veririk. Mən əksər hallarda cədvəllərə nə ad vermişəmsə, həmin adı da formaya veririm. Əgər forma bu cədvəl üzərində qurulubsa, adını dəyişmirəm. Ki, sabah formalarım çox olsa və cədvəllərim çox olsa, mən bilim ki, hansı forma hansı cədvəlin üstündə qurulub. Yəni, tez bilirəm. Da formanı açıb içinə baxmıram. Yəni, adla bilirsən ki, bu forma bu cədvəlin üstündə qurulub. Amma ki, istənilən adı verə bilərsiniz. Burada 2 xana var. Открыть formu для просмотра burada danlıq. Yəni, formanı açsın və o saat məlumatı daxil etsin. Yaxud burada konstruktoru çağırırsın. Gəliz, Qatov düyməsində basaq. Və belə bir forma alınır bizdə. İndi gəliz onu bir balaca dəyişdirək. Buradan istəyirsiniz boz fonu yığışdıraq ilə ağ eləyək. Burada görürsünüz çərçivənin içindədir verilənlər, amma burada çərçivə yoxdur. Bu başlığı biraz böyüdək və gəl sözünü ilə əvəz eləyək. Keçirik konstruktora. Ya belə, ya belə, yaxud da buradan. Mən buradan öyrəşmişəm işləməyə, həmişə buradan işləyəcəm. Sizə necə rahat dilədə işləyirsiniz. Keçdik konstruktora. Həmişə bir şrift verirsiniz bütün məlumatlara və bir ölçü verirsiniz. Keçirik formata, seçəndən sonra. Şrifti seçək, mən xoşlayıram Times New Roman işləməyə, öyrəşmişəm onunla işləməyə. Siz hansı şrifti seçirsiniz? Times New Roman və verirəm, tutalım ki 12. Hərlik belə. Və şrift bizdə burada boz rəngdədir. Şrifti veririk qara rəngdə. Ya avto, ya qara. Avto qara deməkdir. Sonra keçirik bu hissəyə. Görürsünüz, forma yaradanda bu sahə, yəni formanın sahəsi 3 yerə bölünür.
avtomat 3 yerə bölünür. Birinci Zaqalovuk formu, yəni formanın başlığı. İkinci oblast danlı, burada verilənlərdir. Hansı məlumatı daxil edəcəksiniz, həmin məlumat burada görsənəcək. Və primiceniya formu, qeydlər üçün yerdir. İndi bu başlığı dəyişirik. Birinci fonu yığışdıraq. Əgər istəyirsiniz ki, burada ağ fon olsun, sağ düyməni bastınız. Cvez zalivki fona, fonun rəngi, burada seçirsiniz ağ rəngi. Görürsünüz, getdi fon. Sonra tutalım ki, burada bu bütün olan yazıları, bunlar hamısı yazılardır. Ortaya gətirmək istəyirsiniz. Bax, gətirirsiniz ortaya. İstəyirsiniz yağlı olsun. Yağlı edirsiniz. İndi tutalım ki, bax, bu başlığı biraz böyütmək istəyirik. Yalnız başlığı seçirik. Bir balaca belə eləyirik ki, buranın olmasın. Şrifti verək. Ölçüsü deyək ki 20. Rəngi verək. Deyək ki qırmızı. Və burada ambar belə deyək. Gələn mallar. Artıq burada bir yazı olduğuna görə Azərbaycan dilində yazmaq olar. Yəni bunu istifadəçi də görə bilər. Gələn mallar. Bax belə. Seçdiniz, biraz dartırsınız sağa ki, məlumat yerləşsin tam. Qaldırırsınız yuxarı, bax belə. Buradan indi baxırsınız, ştrix kod, malın adı, istəyirsiniz Azərbaycan dilində yazasınız. Azərbaycanda yaza bilərsiniz. Tam say, qiymət, bax burada lazımdır bir balaca. Bunu böyüdək. Belə seçdiniz, sağ tərəfə dartdınız. Qiymət sözün əvəzinə burada E hərfini əynin əvəz eləyə bilərsiniz. Burada əvəz eləmək olmaz. Çünki bu cədvəldə olan xanadır. Bu isə ümumiyyətlə belə başlıqdır, sözlərdir. Nə istəyirsiniz burada yaza bilərsiniz. Ona görə burada dəyişmək olar, burada dəyişmək olmaz. Yəni verilənlər sahəsində heç nə dəyişmək olmaz. Ya ləğv eləyə bilərsiniz, ya da nəsə əlavə eləyə bilərsiniz. Amma xanaları dəyişmək olmaz. İndi baxaq görək nə alınır bizdə. Keçirik formanın rejiminə. Belə bir variant alınır. Bunları da çərçivəyə salmaq istəyirsinizsə, nə edirsiniz? Qaraldırsınız bu hissəni və sağ düyməni basırsınız. Svojstva, yəni xüsusiyyətlər, forma xüsusiyyətləri. Yaxud da keçirsiniz konstruktora. Burada da bir fikir verirsiniz. Formanı açanda burada bir dənə menü açılır. Görürsünüz, konstruktorun alətləri, instrument konstruktora və burada 3 dənə tab var. Əsas biz işləyəcəyik konstruktorla və formatla. Keçirsiniz konstruktora, burada straniца svojств. Görürsünüz, həmin pəncərə açılır. Yaxud sağ düyməni seçdiniz, sağ düyməni bastınız, svojstva və həmin pəncərə açıldı. Burada keçirsiniz maketə, çünki bu yazılardan hamısı və burada şirina qranitsi, yəni sərhəddin eni. Burada sverx tonkaya da eləyirsiniz 1 punkt, yaxud 2 punkt, yaxud 3 punkt. Amma bunlar çox yağlı olacaq. Mən bilən 1 punkt bəs eləyir. Bastınız, indi gəldiniz, baxaq görə nə alınır. Və görürsünüz, çərçivələr yerinə oturdu. İndi gəliz bir-iki dənə məlumat daxil edək. Deyək ki, ştrix kod 1, belə deyək. Malların adlarını yazaq. Alma, qırmızı. Qırmızı. Tutalım ki, gəlib ayın 20-si. Say, deyək ki 100 kilo, qiymət olsun 1 manat. İkinci ştrix kod bizdə gəlir alma, deyək ki sarı, o da gəlib ayın 20-si, 50 kilo, deyək ki 1 manat. Üçüncü olsun alma,
yaşıl. Bu tutalım ki gəlib mal ayın 21-i. Gəlib 50 kilo, qiyməti 2 manat. Dördüncü ştrik kod. Deyək ki, armud. Mal gəlib ayın 21-i. Bu olsun 40 kilo, qiyməti 3 manat. Hərlik bəs eləyir. İndi fikir veririk. Görürsünüz. Birinci sətir ağ rəngdədir, fonu ağ rəngdədir. İkinci sətir boz rəngdədir. Sonra ağ, boz. Düzdür mü? Əgər bunu yığışdırmaq istəyirsə, belə xoş deyilsə, istəyirsiniz ki, bütün fon ağ olsun, keçirsiniz konstruktora, verilənlər bölməsini seçirsiniz, oblastdanlıq və burada görürsünüz fon yazılıb. Cvet fonu çirdavani. Fon 1 və burada yazırsınız net cvet, yəni rəng yoxdur. Bu belə elədiniz. Keçirsiniz bura baxırsınız, görürsünüz, yığışdı fon. İndi tutalım ki, bax, bu hissəni biraz sıxmaq istəyirsiniz, yaxud aralamaq istəyirsiniz. Bax, buranı. Görürsünüz, aralarında məsafə var. Böyütmək istəyirsinizsə, bu hissəni fikir verirsiniz, kursoru yaxınlaşdırıram. Bu ağ, bax bu ağ xəttdə görürsünüz və kursorun dəyişir, görürsünüz. Ağ oxdan keçir 2 dənə qara oxa, yəni qara xaç alınır. Sol düymədə basırsınız və buraxmadan dartısız aşağı. Belə olanda fikir verirsiniz, indi burada görürsünüz, aralarında məsafə artır. Sıxmaq istəyirsinizsə, yəni ki, minimum burada məsafə saxlayırsınızsa, tam sıxmaq olmayacaq, amma minimuma qədər gətirmək olar. Eyni əməliyyat edirsiniz, sol düyməni bastınız, buraxmadan dartısılab yuxarı və bu xəttə qədər, bax bu xəttə qədər görürsünüz, bu xəttə qədər dartırsınız. Bax belə, indi gəliz baxaq, görürsünüz, tam sıxdır, yəni axıra qədər sıxa bilmir, amma ki, minimum burada məsafə saxlayır. İndi tutalım ki, bu kanala bir aralanda, kanalların arasında bir balaca məsafə var. Burada tam sıxmaq olur. Bunu necə eləyirsiniz? Gəl əvvəlcə bu kanalları mən biraz sağa dartdım. Seçdiniz. Görürsünüz, ox işarəsi, sol düymədə bastınız, dartdınız sağa, getdi. Tutalım ki, bu ikisini, yəni 4 xana var. Bu ikisini bir-birinə yapışdırmaq istəyirsiniz. Seçirsiniz, sağ düyməni basırsınız, выровнять, sleva, sprava. Sleva seçsək, bu iki xana gedəcək sol tərəfə. Gəl bizə bunu da biraz dartım sağa. Bax, indi burada sleva seçsəm, bu iki xana gedəcək bura. Gəl eləyək. Görürsünüz, getdi. Əgər sprava eləsəm, bu iki xana gedəcək bura. Görürsünüz, birləşdilər. Qaytarım da. Sonra tutalım ki, bu xananın ölçüsü belədir. Gəl baxaq bura. Görürsünüz, biraz yaxşı görsənmir. Görürsünüz. Yəni bu iki xanalar gərək eyni ölçüdə olsun ki, qəşəng görsənsin. Əgər belə alınıbsa, siz nə edirsiniz? Seçirsiniz iki xananı belə, sağ düyməni basırsınız və burada var razmer, ölçü. Verirsiniz, əgər basamı şirokumu, bu enlidir, buna nisbətən, basamı şirokumu versəz, bu balaca böyüyəcək, enləşəcək. Əgər versəz, basamı uskumu, bu xananın ölçüləri bu xana kimi olacaq. Gəl ikisini də eləyək. Veririk. Basamı şirokumu, fikir verirsiniz, bu indi böyüyəcək. Görürsünüz. Əgər versəz basamı uskumu, bu xana gəlib bunun kimi olacaq. Görürsünüz. Qaytarıq hamısını dala. İndi gəl hamısını bitişdirək bir-birinə.
Seçirsiniz bütün xanaları. Sağ düymə, выровнять слева, sol tərəfdən. Bu birləşdi hamısı. Bunu da biraz daha arta bilərsiniz belə. Bax belə. Gördünüz hamısı bir-birinə bitişdi. İndi gəlir belə bir cədvəl yaradaq, belə bir forma yaradaq. Bu formanı bağlayaq. Artıq bu formamız var. Burada biz bu formanı yaradanda elə bir səhv buraxmadıq. İndi tutalım ki, biz bir dənə də forma yaradırıq. Amma orada hansısa xana yadımızdan çıxır. Eyni əməliyyatı yerinə yetiririk. Keçirik Создание Create tabına. Ustanı çağırırıq. Və burada tutalım ki, bax, say yadımızdan çıxdı. Ola bilər də kimsə zəng elədi, kimsə başınızı qatdı. Siz bu düymədə bas, bu düymədə bassınız. Bu yadınızdan çıxdı. Nəsə əliniz deyək ki, muşqanı belə oynatdı. Gəldi qiyməti bastınız. Fikir vermədiniz, say qaldı burada. Getdiniz. Bu əməliyyatı yerinə yetirdiniz. Gəldiniz bura. Və fikir verirsiniz ki, burada say yoxdur. İndi onu necə bura gətirmək olar? Da bu formatlaşmanı mən eləməyəcəm. Çünki bu formanı olsa ləğv eləyəcək. Sadəcə olaraq səhvi düzəltməyə göstərir. Burada nə edirik? İki üsul var. O xananı bura gətirməyə. Gəl göstərim birincini. Gəl bunu biraz dartaq belə. Birinci. İstənilən bir iki xananı bunlardan ya bu ikisini, ya bu ikisini, ya bu ikisini Ctrl-C ilə yaddaşa göndərirsiniz və Ctrl-V ilə yaddaşdan qəbul edirsiniz. Bax belə. Sonra burada bu xananı dartırsınız yuxarı. Belə. Gəlsən belə qoyaq. Qoy burada olsun. Bu xananı dartırsınız bura. Bizə lazımdır bunu dəyişmək. Çünki say burada olmalıdır. Düzdürmü? Burada yazırsınız say. Yəni bu yazıdır. Nə istəyirsiniz yaza bilərsiniz. Yazdınız say. Əsas bu xanadır. Bunu dəyişmək lazımdır. Yəni burada say olmalıdır. Bunu necə edirsiniz? Seçdiniz. Keçdiniz. Ya sağ düymə ilə belə xüsusiyyətlərdən, yaxud buradan Strategy Voice xüsusiyyətlərin səhifəsi keçdiniz. Gəlirsiniz bura danlı. Artıq maket yox, danlı. Və buradan görürsünüz qiymət yazılıb. Qiymətin əvəzinə 3 bucağı basırsınız. Yəni bu cədvəldə olan bütün xanalar burada görsənir. Bizə qiymət yox, bizə say lazımdır. Seçdiniz sayı. Artıq hər şey düzəldi. Bir balaca bunu sağa çəkmək olar. Biraz belə eləyək. Bax belə. Təzədən bunları ölçülərini dəyişirsiniz. Bir-birinə uyğun eləyirsiniz. Bax belə. İndi verirsiniz sol tərəfdən düzəlsinlər. Sonra bitişdirə bilərsiniz bura. Bax belə. Təbii ki, bunu da bu xananı da bura bitişdirə bilərsiniz. Gəldiniz baxa görə düzə alındı mı? Görürsünüz, say gəldi. Oturdu yerinə. İndi ikinci variantı göstərim necə eləmək olar. Gəl bunu silək. Əgər kopyalamaq istəmirsinizsə, amma mən məsləhət görürəm, məhz kopya eləyəsiniz. Çünki formatlar eyni olacaq da, təzədən formatlaşdırmağa ehtiyac olmayacaq. Yalnız dəyişməlisiniz. Amma ikinci üsulunu eləyəndə mütləq onu formatlaşdırmaq lazım olacaq. Bunlar bu xanalar kimi formatları eyni olsun. Hal-hazırda düzdür, mən format eləməmişəm. Amma əgər formatlaşdırmanı burada eləyibsə, sonra görürsünüz ki, həmin say xanası çatışmır.
Onu kopya eləsəz, format qalır yerində. Amma indi ikinci üsulu göstərim, orada format yerində qalır. Bax, bu əmri seçirsiniz, добавить поля, yəni xanalara əlavə elə. Və buradan görürsünüz, cədvəlin kanalları görsün. Əgər cədvəllər çoxsa, əvvəlcə gedib cədvəli açasınız, gələcəkdə görəcəksiniz. Sonra buradan siz sayı seçirsiniz. Ya istəyirsiniz dartıb gətirirsiniz bura, biraz çəkin belə. Ya istəyirsiniz dartıb gətirirsiniz bura, ya da istəyirsiniz üstünə bir daha klik edirsiniz. Və belə görürsünüz, xana gəldi bura. Yaxud da dartıb gətirirsiniz. Və belə. Gəl birini yox eləyək. İndi buranı bağlayaq. Və indi burada fikir verirsiniz xüsusiyyətlərinə. Bu bizdə məlumatdır. Yəni verilənlərdir. Ona görə bu aşağıda olmalıdır. Bu isə elə belə sözdür. İndi fikir verirsiniz. Dartmaq üçün, əgər bunu belə dartsaz, fikir verirsiniz. Gətirirsiniz aşağı. Görürsünüz? Aşağı. Ardınca bu xanada gəlir. Amma bizə lazımdır ki, bu xana yuxarıda qalsın. Düzdürmü? Burada nə eləmək olar onda? Bu dörd bucağı görürsünüz. Boz rəngdə dörd bucaq. Boz rəngdə dörd bucağı tutub dartanda görürsünüz, o bir xana yerində qalır. Buradan da tutdunuz, dartdınız, görürsünüz, yerində qalır. Ona görə bu dörd bucaq, boz rəngdə o dörd bucaqdan tutursunuz, qaldırırsınız bura. İndi bu xananı yuxarı qaldırmaq lazımdır. İndi fikir verin, belə eləyək. Fikir verirsiniz. Görürsünüz, buradan ora qalxmır. Bunu necə eləmək olar? Ctrl X göndərirsiniz yaddaşa, basırsınız bura, başlığa, Ctrl V. Gəldi burada görsənir. Sol tərəfdə yuxarıda görsənir həmişə belə eləyəndə. Yəni Ctrl X, Ctrl V eləyəndə görsənir. Bunu dağıtırsınız, gətirirsiniz bura. Bağladım. Və baxaq görək nə alınır bizdə. Düz elədik, yoxsa səhv elədik. Və görürsünüz, hər şey öz yerindədir. Yəni deyirəm, bunu sıxmaq olar, formatlaşdırmaq olar, bunların hündürlüklərini eyni eləmək olar, sol tərəfə sıxmaq olar da bunu burada eləmişdik. Birinci cədvəldə elədik, birinci formada elədik da burada eləmirəm. Sadəcə olaraq səhv olduğunu göstərəm ki, necə səhvi düzəltmək olar. Və belə. Bugünə bu qədər. Gəl buranı bağlayaq. Gələn dərsdə gəl bu ikinci formanı da yox eləyək. Sağ düyməni basırsınız. Udalit, yəni yox etmək. Yaxud klaviaturadan delete düyməsi basın. Bugünə bu qədər. Gələn dərsdə bu cədvəlin üstündə yenə də bir də forma yaradacağıq. Amma bu dəfə bizdə görürsünüz, burada sətirdən yığırdıq məlumatı. Gələn dərsdə isə sütunla olan bir forma yaradacaq. Yəni sütun bir-bir yazıları yığmaq olacaq. Diqqətinizə görə sağ olun.